sürüş əsnasında əməl etməli olduğumuz ən vacib qayda uzağa və geniş baxmaqdır. Uzağa və geniş baxmaq dedikdə mən bir nöqtəyə fokuslanmağı nəzərdə tutmuram. Misal olaraq 4-5 avtomobil irəliyə baxmalıyıq. Gözümüzün görə bildiyi qədər uzağa və geniş baxmalıyıq. Misal üçün 4-5 avtomobil irəliyə baxanda yuxarıda işıqforun qırmızı bölməsi yandığını görürük. Daha irəlidə isə yaşıl bölmənin yandığını görürük, düzdürmü? Və öncədən tədbir ala bilirik. Və yaxud da əyləc pedalını burax və yaxud da yolun sağından piyada yaxınlaşır yola. Uzağa və geniş baxanda artıq bax o çıxan avtomobildə görürük. Ehtimal eləyə bilirik də ki, o avtomobil bizim yolumuza çıxa bilər və tədbir alma iqtidarında oluruq. Ancaq qarşımızda gedən avtomobilə fokuslanıb gedəndə bizim belə deyim ki, görüntümüz məhdud olur. Bizim qəzanın qarşısını almaq üçün əyləci bas, işıqfor sönür. İmkanımız olmur. Buna görə də maksimum dərəcədə uzağa və geniş baxmalıyıq. Qarşımızda gedən, dediyim kimi, minik avtomobillərindən söhbət gedir. Təbii ki, 4-5 maşın, 6 maşın irəliyə baxmalıyıq. Əgər bizim önümüzdə gedən bu avtomobilə işarət yarat, indi əyləci burax, qaz ver. Biz qarşıdan körpünün üzərinə qalxmayıb, körpünün sağı ilə, sağ cinahla hərəkətimizi davam etdirəcəyik. Bir balaca qaz pedalından istifadə elə, sağa dönmə siqnalımızı yandıraq, hər ehtimala qarşı baxaq, böyrümüzdə moped motosikl yoxdur ki. İndi söndür dönmə siqnalını və düz davam elə. Əgər qarşımızda gedən minik avtomobili deyil, yük avtomobilidirsə, avtobusdursa və yaxud da iri qabaritli avtomobildirsə, demək ki, avtomatik olaraq o bizim görüntümüzü məhdudlaşdırır. Biz onun önünü görə bilmirik, bəli. Buna görə də o qarşıda hərəkət edən iri qabaritli nəqliyyat vasitəsilə daha çox ara məsafəsi saxlamalıyıq ki, o bir növ gözümüzdə kiçilsin, biz daha uzağı görə bilək. Və o anidən tormuz verməyə məcbur qalsa, bizim dayanma imkanımız olsun, tormuz yolumuz olsun. Bir balaca sürəti artırırıq, ancaq işıqforu nəzarətdə saxlayaq. Ola bilsin ki, biz oraya yaxınlaşanda, çatanda sönsün. Sönmədi ki. İndi sola dönmə siqnalını yandıraq. Baxaq sol güzgüyə. Solumuzda avtomobil yoxdur ki. Meyl elədik sola. Maili şəkildə. Biz qarşıdan sola bu dönüş eləyirik. Yox, sola dönmə siqnalını yandıraq. Ancaq piyada keçidi var. Qaz pedaldan ayağımızı götürək. Yoxdur ki, kimsə. Biz buradan bu dönüş eləyirik. Yəni sola da. Kifayət elədi. Artığını döndərmirik. Bu qədər döndərməyimiz kifayət elədi. Piyadaya yol veririk. Düzləşdirək sükanı. Yoxdur ki, kimsə. Artır sürəti. İndi sağa dönmə siqnalını yandıraq. Baxaq sağa. Kimsə yoxdur ki. Maili şəkildə. Bir balaca. O qədərə ehtiyac yoxdur, bəli. Söndür dönmə siqnalını. Sürəti bir balaca azalt. Çünki həm enişdir, bəli, çox yox. Həm də işıqforun sönmə ehtimalı var, bəli. Zolaqdan zolağa, yaxud da yolun sağından soluna keçid eləmək üçün sükanı çox çevirməyə ehtiyac yoxdur. Bir balaca sükanı sağa yaxud sol eləyib gözləyirik. Yavaş-yavaş avtomobil yan alır istədiyimiz istiqamətə. İndi qarşıda yolun sol hissəsində 2.4 nömrəli nişan tətbiq olunur. Yol ver nişanı. O nişan bizə şamil edilmir. Bizə şamil olunan nişanlar ya bizim sağımızda, yaxud da yuxarıda olur. Əgər sağda, yuxarıda tətbiq olunma imkanı yoxdursa, sola tətbiq olunur. Bu nişan soldan gələnlərə aiddir və onlar bizə yol verməlidir. Qorxma, artır bir balaca sürəti. Biz indi bu sağdakı kəsişməni keçəndən sonra sağa dönmə siqnalını yandıraq. Baxaq sağımıza. Sağımızda olan avtomobil keçid elədi sol zolağa, biz keçirik sağa. Və qarşıdan biz sağa dönəcəyik. İndidən zərif, incə tormuzu basırıq ki, sürət bir balaca azalsın, çox yox.
dönə biləcəyimiz bir həddə saldıq sürəti, buyurub dönürük. İndi əyləci buraxaraq sükanı düzləşdiririk. Daha sonra ehtiyac varsa qaz veririk. Yaxşı, amma gəlim döngədə həm sükanı çevirim, həm əyləc pedalına tormozdan istifadə edeyim. Bu yanlışdır. Baş yol bizdədir. Düz davam edirik. İndi Pərvin, qazdan bir bağlaca ayağımızı götürək. Bu tip yollarda sağ zolaqla, yəni yolun sağ hissəsi ilə getməyi sənə tövsiyə etmirəm. Yazılmamış qaydadır, təcrübəmə əsaslanaraq sənə deyirəm. Yaşayış məntəqəsində sağ zolaqla da, sol zolaqla da hərəkət eləyə bilirik. Əgər sağa dönməyəcəksənsə, sağ zolaqla hərəkət etmə. Niyə? Birincisi ona görə ki, sağda olan kəsişmələr ki var, məhəllələrə girişlər, çıxışlar. Oradan çıxan avtomobil ön hissəsini, yəni burnunu çıxardır yolun ortasına, baxır görüm gələn var yoxsa yox. Anidən sənin qarşıva çıxsa, sən ya onu vurmamaq üçün ani tormozlanma eləməlisən, artıraq sürəti. Elə olan halda arxanda gələn nəqliyyat vasitəsinin səni vurma ehtimalı var. Və yaxud da onu vurmamaq üçün sükanı sola çəkməlisən kör-körənə şəkildə, onda da əks istiqamətdən gələnlərlə toqquşma ehtimalın var. O şərti refleksdir. Oradan avtomobil çıxan kimi sən o kəskin hərəkət eləyəcəksən. Bir səbəb budur. Digər səbəb, sağa dönəcək olan sürücülər, misal üçün məhəllələrə dönən sürücülər dönə bilmək üçün sürətini azaldıb daha sonra dönməlidir, düzdür? Sən də düz getmək istəyirsənsə ilişib ardında qalacaqsan. İndi sağa dönmə siqnalımızı yandıraq. Baxaq sağ düzgüyə, kimsə yoxdur ki? Var. Onu buraxdıq. İndi maili şəkildə keçid elədik sağa və sağa dönmə siqnalı yanılı qalsın. Sürəti azalt, işıqforun yaşıl bölməsi yananda biz sağa dönəcəyik. Və yaxud da oradakı piyadanı görürsən, boylanır. Sən sağ zolaqla gedəndə olar ki, o məhəllədən bir uşaq qaça-qaça çıxsın yola. Sənin artıq tədbir almağa imkanın olmayacaq, çünki o bardurun tini qırağı ilə gedirsən sən. Və yaxud da adi DP əməkdaşları avtomobilə dayan, sürücüyə dayan komandası verəndə sağa çək, dayan deyirlər, düzü. Sürəti artıraq. Dönən kimi piyada keçid olacaq. Bir balaca artır sürəti. Piyadalara yol ver, sükanı çevir. Təmkinli ol. İndi isə buyur, qaz pedalından istifadə edərək orta zolağı tut. Bu sağ zolağı idi. Artır. Sürəti artır qızım. Artır. Sola dönmə siqnalını yandır. Artır sürəti. Kimsə yoxdur ki solunda. Maili şəkildə yanaldıq. Söndür dönmə siqnalını. Baş yolda bizik. Kiməsə yol verməyə borcluq deyilik. Sadəcə olaraq yəni zəruri tədbirləri gör, ehtiyatlı ol. Ona görə də, yəni sağda bax görsən, misal üçün sağ zolaqda dayanmış avtomobillər var. Ona görə də sağ zolağa sağa dönməyəcəksənsə, sağ zolaqla hərəkət etməyin heç də təhlükəsizliyin təminatı demək deyil. Orta zolaqla hərəkət elə. Bir balaca artır sürəti. Birazca da artır. İndi qarşıda, yuxarı bax. Bəli, qırmızı bölmə yanır. İndidən əyləc pedalına toxun. Kifayət elədi, qorxma, dayanacaq. Bir balaca ara məsafəsini az saxladım. Normaldır, yavaş-yavaş o da düzələcək. Ancaq avtomobilin dayanması üçün əyləc pedalını, yəni tormuzu maşın dayanana qədər basmağa lüzum yoxdur. Zamanında basmaq lazımdır. Qədərində basmaq, gözləmək lazımdır. Avtobusa yol ver, ümumi istifadədə olan nəqliyyat vasitəsidir. Bax, sola dönmə siqnalını yandırıb. Ola bilsin, bir balaca qaz pedalına toxun, ehtiyac olmadı. Birazca qaza toxun, birazca qaza toxun, kifayətdir. İndi yavaşca dayan. Sağ olsun, avtobus şoförü deyil, Şumaxerdə elə bil.
Orada dayanacaqdan kənarda sərnişin düşürdüb mindirməsi qayda pozuntusuydu. Dönmə siqnalını yandırmadan sağ zolağa keçməsi qayda pozuntusuydu. Amma bunlara gözüm vurub. Təkərinə fikir ver, sola dönülüdür. İndi yaşıl bölmə yanan kimi onun sola meyllənməsi, yəni bizi gözləyir də, o təhlükədir. Və də yaşıl yansa belə ehtiyatlı ol. Avtobus hərəkət eləməsə, bax, qırmızı bölmə yandığı halda getdi. İndi buyur, artır sürəti. Qarşıdan biz sağa dönəcəyik. Sağa dönmə siqnalını yandırırıq, amma dairə nişanı var. Demək ki, üstünlük dairədədir. Ona görə bəli, bura əyləci. Bax, soldan gələnlər var. Onlara şərait yarat. İndi avtobusu da buraxıb sağa dön. Artır sürəti, artır. Çox yox. Sola dönmə siqnalını yandır. İndi keçid elə, sürəti artıraraq. Artır və orta zolaq. Söndür. İndi orta zolaqla da hərəkətimizi düz davam etdiririk. Ancaq buradan o tərəfə diqqətin piyadalarda olsun. Yaxşı? Çünki bura 8-ci kilometr ərazisidir. 8-ci kilometr bazarı, Daşmay bazarı. Yəni burada piyadaların 90%-i piyada keçidindən yox, kənar yerlərdən keçir. Birazca ehtiyatlı ol. Birazca artır sürəti. Yolun kənarlarına bax. Burada da bir əlavə olaraq bir məlumat verim sənə. Sən bu ərazidə yaşayansan, Temboli. Bax, sol zolaqla getmək tövsiyə olunmur. Niyə? Ola bilsin ki, indi piyada keçidi var, bu ayrı. Ola bilsin ki, piyada keçidindən kənarda bir piyada, yolun piyada var, ehtiyatlı ol. İndi artır sürəti. Yolun əks istiqamətini, yəni soldan sağa keçir. Əlbəttə ki, o birinci baxmalıdır soldan gələnlərə, düzdürmü? Görür ki, soldan gələn maşın uzaqdadır, yaxud yaxındadır, qaçır yolu keçməyə. Qaçdığı ərəfədə ayağı, Allah uzaq eləsin, bardura ilişsə, birbaşa yıxılacaq sol zolağa. Yəni, sən sol zolaqda olsan, ya Allah uzaq eləsin, onu vurmalısan, ya vurmamaq üçün ani tormuzlanma eləməlisən, arxandakı səni vurmalıdır, ya sağa çəkib sağdakını vurmalısan. Ona görə də sola dönmürsən ki, bayaqki mövzu. Sağa dönmürsən ki, ən təhlükəsiz zolaq, bəli, orta zolaqdır. Cüzi sürəti artıraq, piyada keçidinə bax, piyadalar var. Soldan da gələn var. Sağdan gələnləri görüb, onunla kifayətlənmə. Əyləci burax. İndi fürsətdir. Buyur. Sürəti artır. Aşırı emosional dərəcədə yox. Emosional yox. Maili şəkildə.